Təşəkkür eləyirəm. Tamamilə doğru deyirsiniz. Möhtərəm cənab prezidentimiz İlham Əliyevin ənənəvi Antalya diplomatik forumuna səfər etməsi və həmin çərçivədə qardaş Türkiyə Cümhuriyyəti prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşməsi və ilk kəlmələr bu rəsmi diplomatik çərçivəni aşır. Bu bizim münasibətlərimizdə çox dərin köklərin və səmimiliyin olduğunu göstərir. Bu vacib bir məsələdir. Azərbaycan və Türkiyə hansı bir səviyyəyə gəlib çıxdılar? Biz 30 il əvvəli Türkiyəsinə, Azərbaycanına diqqət eləsək və indiki ilə müqayisə etsək, tamamilə fərqli bir mənzərənin şahidi olarıq. Və o zaman ortaya bir sual çıxacaq. Bunun səbəbi nədir? Bugün Azərbaycan Cənubi Qafqazda bütün istər iqtisadi, istər nəqliyyat, kommunikasiya, siyasi, sülh, təhlükəsizlik, əməkdaşlıq məsələlərində layihələri irəli sürən bir dövlətdir və onun da müəllifi möhtərəm cənab prezidentimizdir. Bu yalnız bir sahə ilə bağlı deyil. Nəqliyyat kommunikasiyada da belədir, siyasətdə də belədir və bunu eyni zamanda Amerika prezidenti Trump'ın möhtərəm cənab prezidentimizə Novruz bayramı münasibəti ilə təbrik məktubu da göstərdi ki, Azərbaycan hansı bir səviyyəyə gəlib çıxıb. Eyni zamanda Türkiyə və bunlarda hansı amil əsas rol oynayır? Heç şübhəsiz şəxsiyyət amili, dövlətlərarası münasibətlərdə dövlət başçılarımızın siyasi iradəsi məsələsi. Bugün Cənubi Qafqazda sülhün gündəliyini müəyyənləşdirən Azərbaycandır və eyni zamanda Cənubi Qafqaza qonşu olan və müəyyən mənada elə Cənubi Qafqaz dövləti də olan qardaş Türkiyədir. Azərbaycan və Türkiyənin münasibətləri, bizim dilimiz, dinimiz, biz qardaşıq. Bizim, yəni heç kim qanımızı ayıra bilməz, dilimizi ayıra bilməz. Amma bütün bunların hamısının hüquq müqavilə əsası da var. O hüquq müqavilə əsası bizim münasibətlərimizin təkcə hissiyatlarla olduğunu göstərmir. Eyni zamanda ortaq maraqlara əsaslandığını təsdiq eləyir. Onun da nümunəsi Şuşa bəyannaməsidir. Siz çox gözəl dediniz, əlaqələndirilmiş koordinasiyalı fəaliyyətlər. Şuşa bəyannaməsi bütün sahələrdə Azərbaycanın Türkiyə ilə bərabər hərəkət elədiyini, əlaqələndirilmiş şəkildə fəaliyyət göstərdiyini sübut eləyir. Onun nümunəsi nədir? Cənubi Qafqaza münasibətdə bizim Azərbaycan-Türkiyə münasibətləri üçüncü dövlətə qarşı yönəlməyib. Açıq şəkildə əməkdaşlıqdır. Gəlin birgə yaşayaq, dinci yaşayaq, qarşılıqlı faydalı əməkdaşlıq edək, bir-birimizə düşmənçiliyi etməyək. Və bu məsələ, baxın, çox vacib bir məsələdir. Görün, Azərbaycan hardan hara gəldi? Bugün yaxın Orta Şərqdə Azərbaycan əsas oyunculardan birinə çevrilir. Bunu çevirən, Azərbaycanı bu statusa, bu vəziyyətə gətirən möhtərəm cənab prezidentimizin çox ustalıqla həyata keçirdiyi xarici siyasətli və diplomatiyamızın başarısıdır. Bunu biz Suriyada aydın şəkildə görürük.